Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci il dönümü ərəfəsində ilk Respublikanın banilərindən olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət olunub. APA'nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, Sokar Energy Georgia şirkətinin nümayəndələri, əməkdar artist, xanəndə Təyyar Bayramov Tbilisidəki Milli Nəbatət bağında Azərbaycanlıların panteonunda görkəmli dövlət xadimlərinin xatirəsini rəğbətlə anaraq məzarları üstünə gül dəstələri düzüblər. Panteonda dəfn olunan Azərbaycan ədəbiyyatının qüdrətli simaları Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və onun ailə üzvlərinin məzarları önünə də güllər qoyulub. 28 may Müstəqillik günü münasibəti ilə həmçinin Tbilisidə Heydər Əliyev adına parkda ümumilli liderin büstü ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.